Değerli xanımlar, bugünkü mövzumuz network marketinqdir və bu gün biz sizinlə network marketinq nədir, ümumiyyətlə bu sistem insanlara necə qazandırır və bu insanlar bu sistemdə hansı nailiyyətlər əldə edə bilir və yaxud da ənənəvi biznesdən fərqi nədir, bunu müzakirə edəcəyik. İlk öncə onu vurğulamaq istəyirəm ki, hal-hazırda bilirsiniz ki, internet üzərindən satış, ümumiyyətlə onlayn ticarət həyatımızın demək olar ki, deyərdim 91% hissəsini əhatə edibdir. Xüsusən də Covid dönəmindən sonra bizim onlayn alış-verişə, ümumiyyətlə distant idarə olunan işlərə daha da bir ehtiyac duyduq və gördük ki, bu əslində bir o qədər də mənfi bir hal deyil. İnsanlarda sanki bir təşviş var idi. Korona dönəmindəki onlayn biz necə olacaq, öz şəxsi ehtiyaclarımızı necə ödəyəcəyik, müəyyən iş yerləri bağlandı və insanlar artıq onlayn demək ki, işlərə müraciət etməyə başladılar. Və o gündən bəri artıq demək olar ki, regionumuzda aktual bir mövzuya çevrilib. Düşünürəm ki, onlayn sistem, ümumiyyətlə bizim internet üzərindən inteqrasiyamız iki hissəyə ayrılır. Bir var koronadan, yəni Coviddən əvvəlki dönəm, bir də ayırardım ki, mən Coviddən sonraki dönəm. Biz artıq onlayn ticarətə qarşı bir başqa cür fikirlərimiz formalaşmağa başladı və bilirsiniz ki, hazırda ölkəmizdə də müxtəlif şirkətlər var ki, onlar sırf onlayn formada öz məhsullarını təmsilçilərin üstündən, yəni təmsilçilərin əli ilə insanlara təklif edir. Bu, düşünürəm ki, çox gözəl bir haldır. Həm demək, pul itkisinin qarşısını alır, həm vaxt itkisinin qarşısını alır, həm də insanlar rahat və komfortlu bir şəraitdə öz şəxsi ehtiyaclarını ödəyə bilirlər. Bəs yaxşı, onlayn network deyəndə bizə məhsul satışından əlavə, əgər biz bunu bir peşə olaraq, bir sənət olaraq seçsək özümüzə, bizə hansı üstünlükləri verir? Bu haqda mən sizə biraz daha ətraflı məlumat vermək istəyirəm. Xanımlar, ənənəvi biznesdən fərqli olaraq onlayn biznesdə demək olar ki, xərclərimiz minimala endirilir. Hansı ki, burada bizim müəyyən bir, belə deyək də, mağazaya, bizim vitrinə ehtiyacımız yoxdur. Düzdür, bizim vitrinimiz burada mövcuddur, amma bu onlayn formadadır. Səhər tezdən durub evimizdən harasa getməyimizə və yaxud da müəyyən məhsulların patentini almağa, sonra dövlət idarələrində onların icazəsini almağa ehtiyacımız yoxdur. Çünki hal-hazırda bizim şirkətimizdə hər bir sistem artıq bizim üçün hazır formada yaradılıbdır. Həm işimiz rəsmidir, həm məhsullarımız dövlət tərəfindən tanınır və qəbul olunur. Eyni zamanda biz rahat formada Azərbaycanın 4 bir bölgəsində öz məhsullarımızın satışını həyata keçirdə bilirik. Və bunun üçün bizim etməli olduğumuz sadə bir iş var ki, bu da yalnız bizim ağıllı telefonumuzla insanlarla, xanımlarla ünsiyyətə keçməyimizdir. Bugünkü gündə biz istər məhsul tövsiyəsi edərək, istərsə də biznes xidmətlərini, şirkətin biznes sistemini tövsiyə edərək xanımlara qazandıra bilərik. Burada isə əsas məqsəd isə məhsulların ənənəvi formada bazara çıxarılması yox da, birbaşa təmsilçilərin əli ilə bazara çıxarılmasıdır. Artıq burada qazanan tərəf məhsul təmsilçisi olur. Ənənəvi biznesdə əgər sahibkarlar qazanırdısa, onlayn biznesdə isə biz təmsilçilər qazanırıq. Və burada qazancın limiti yoxdur. Sən öz qazancını istədiyin qədər artıra bilərsən. Yəni, sənə burada konkret olaraq limit qoyulmur. İstəyərsən 500 manata qədər qazanc əldə edə bilərsən, istəyirsənsə 1 milyona qədər öz qazancını artıra bilərsən. Bunun üçünsə hər gün işinin başında olmalısan. Əgər burada bizdə konkret olaraq tələb edən bir şəxs yoxdursa, bu daha da gözəldir. Düşünürəm ki, bu negativ bir hal deyil. Biz öz biznesimizin idarəçisi oluruq və bugünkü gündə özümüz üçün fəaliyyət göstəririk. Azərbaycanın hətta hüdudlarından kənarda, xarici ölkələrlə belə biz əməkdaşlıq qura bilirik. Çünki təmsil etdiyimiz şirkət rəsmi və beynəlxalq bir şirkətdir.
Bununla yanaşı düşünürəm ki, digər faktorlar da var ki, bunlar bizim üçün vacib məsələlərdən biridir. Təbii ki, ilk növbədə biz məhsullarımızın sağlamlıq cəhətindən, yəni bizim sağlamlığımıza xidmətindən əmin olmalıyıq ki, istifadə etdiyim məhsullar mənim və mənim müştərilərimin həyatında mənfi bir belə deyək də iz buraxacaqmı yoxsa yox? Təbii ki, məhsullarımızın tərkibi bu anda gündəmə gəlir. Bizim məhsullarımızın tərkibi demək olar ki, 95% təbiidir və eyni zamanda tam da müsəlman şəriətinə uyğun formada hazırlanır. Halallıq sertifikatının olması, uyğunluq sertifikatının olması, o cümlədən təbiət dostu, heyvanlar üzərində test olunmaması düşünürəm ki, bizim ən böyük özəlliyimizdir. Daha sonra isə qiymət və keyfiyyət arasında olan balansı, bu da düşünürəm vacib məsələlərdən biridir. Bizim məhsullarımızın qiyməti və keyfiyyəti arasında olan balans o qədər uyumludur ki, hər təbəqə rahatlıqla bizim məhsullarımızı istifadə edə bilir. Bu da nəydən qaynaqlanır? Şirkətin bütün hansı ki o etaplar var, istehsaldan demək, müştərinin əlinə gəlib çıxana qədər olan proseslər ki var, hər birini özü maliyyələşdirir. Logistikası, daha sonra zavodu, araşdırması, patentləşdirilməsi hər birini öz etdiyi üçün öz müştərisinə uyğun qiymətli məhsul tövsiyə edə bilir. Daha sonra onlayn olduğu üçün bizim xidmətimiz çatdırılma gündəmə gəlir. Əgər burada çatdırılma haqqı və eyni zamanda məhsul sifariş veriləndən sonra olan çatdırılma vaxtı çox olanda, təbii ki, müştərilərimiz çox vaxtı səbirsizlənir. Amma bizdə isə çatdırılma haqqı demək olar ki, minimumdur. Çatdırılma sürəti isə sadəcə 2 gün, maksimum isə 3-cü gün məhsullarımız öz müştərilərimizin əlində ola bilir. Bu da bizim şirkətimizin necə böyük bir üstünlüyündən, eyni zamanda müştərinin göstərilən o xidmətin ən mükəmməl səviyyədə təşkil olunmasından xəbər verir. Bu qədər üstünlükləri olan bir şirkətdə, eyni zamanda məsləhətçisinin, eyni zamanda müştərinin belə deyək, şəxsi mənfəətini düşünən şirkət düşünürəm ki, daima da və daima bizə qazandıracaq.